شهر رمضان الذي أنزل فيه القرآن. Rəhman və Rəhim olan Allahın adıyla. Əziz və dəyərli izləyicilərimiz, sizləri Rəhmət Ayı proqramında xoş gördük. Əziz izləyicilər, Quran-ı Kərim dinləyək. شهر رمضان. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. يقول يا ليتني قدمت لحياتي فيومئذ لا يعذب عذابه أحد ولا يوثق وثاقه أحد. يا أيتها النفس المطمئنة ارجعي إلى ربك راضية مرضية. ارجعي فادخلي في عبادي وادخلي جنتي. صدق الله العلي العظيم. Bugünkü qonağımız ilahiyyatçı Hacı Xan Mirzə Hüseynovdur. Hacı, xoş gəlmisiniz. Çox sağ olun. Hər şeydən öncə verilişə dəvət elədiyinizə görə təşəkkürümü bildirirəm. Və Allahdan arzum budur ki, Allah Taala öz lütf və bərəkətinə əsasən verilişinizə öz bərəkətini nazil eləsin. Təşəkkür edirik Hacı, çox sağ olun. Siz də təklifimizi qəbul etdiyiniz üçün sizə minnətdarlığımızı bildiririk. Hacı, keçək inşallah mövzumuza. İlahi rəhmət. İlahi rəhmət deyəndə nə başa düşürük bu barədə bizə izahat verərsiniz, bir izah verərsiniz inşallah. Maraqlı mövzudur ilahi rəhmət mövzusu. Xüsusən də Ramazan ayında bu mövzu belə deyək daha da aktuallaşır. Çünki bildiyimiz kimi mübarək Ramazan ayı həm də rəhmət ayıdır. Hədisdə buyurulduğu kimi və huve şəhrur rəhmə. Bu ay rəhmət ayıdır. Mübarək Ramazan ayı demək olar ki, ilahi rəhmətlə başdan ayağa doludur. Ona görə bu mövzuya müraciət eləməyimiz elə bilirəm ki, yerinə düşür. Biz ümumiyyətlə Quran-ı Kərimə müraciət elədikdə, Quran nöqteyi nəzərindən bu mövzuya baxdıqda görürük ki, Allah Taala'nın elçiləri, xüsusi nümayəndələri daim Allah Taala ilə münacat edən zaman, danışan zaman, öz çətinliklərini Allaha bildirən zaman Allahın rəhmət sifəti ilə onu yad ediblər. Məsələn, nümunə olaraq biz Həzrəti Əyyub əleyhissalamı misal ünvanında nümunə çəkə bilərik. Bilirik ki, Həzrəti Əyyub əleyhissalam bir çox imtihanlarla üzləşdi, bir çox ilahi sınaqlarla üzləşdi. Hətta demək olar, bütün ilahi sınaqlar, imtihanlar nə var idisə, onun bütün növləri ilə qarşılaşdı. Həm malı ilə, həm canı ilə, həm övladları ilə Allah Taala onu imtihan elədi. Bu imtihanların pik nöqtəsində, belə deyək, Həzrəti Əyyub əleyhissalam üzünü Allaha tutaraq belə buyurdu. Buyurdu ki, İnni məssəniyyəz-zur və əntə ərhamur rahimin. Dedi, ey Rəbbim, mənə çətinliyi üz verib. Zur hər növ çətinliyə deyərlər. Həm cismani, həm ruhi və s. Mənə çətinliyi üz verib və sən də ərhəmər rahiminsən.
Maraqlı nöqtə budur ki, Hz. Əyyub əleyhissalam öz müraciətində son dərəcə ədəbə riayət eləyir. Heç bir şikayət ifadələri olmadan Allaha sözünü deyir. O Allah Taala'ya bu cür də müraciət edə bilərdi. Deyə bilərdi ki, ey mənim Rəbbim, sən alimsən, mənim halımdan xəbərdarsan, sən qadirsən, sənin üçün bu müşkülü həll eləmək heç bir problem deyil. Və sair digər təbirlərlə Allah Taala'ya müraciət edə bilərdi. Halbuki bu təbirlərin içərisində azca da olsa şikayət var. Bəzən hekayətin özü də şikayət olur. Amma baxıb görürük ki, Hz. Əyyub əleyhissalam öz müraciətində son dərəcə ədəbə riayət edərək bu təbirlərin heç birindən istifadə eləmir. Buyurur ki, ey mənim Rəbbim, mənə çətinlik yüz verib, sən də ərhəmər rahiminsən. Xülasə odur ki, biz həm Quran nöqteyi nəzərindən məsələyə baxanda, həm Peyğəmbərlərin sirəsindən məsələyə baxanda görürük ki, Allahın rəhmət sifəti demək olar tez-tez yad edilib və bu rəhmət sifəti ilə Allah Taala ilə münacat edilib. Biz Quran-ı Kərimə baxdıqda görürük ki, Allahın rəhməti hər bir şeyi əhatə eləyib. Amma əzabının barəsində olan hissədə Allah-u Teala buyurur ki, onu istədiyimə dadızdıraram. Allah-u Teala Quran-ı Kərimdə buyurur ki, "Azabi usibu bihi mən əşə." Əzabımı istədiyimə dadızdıraram. Və rəhməti vəsiət kullə şey. Amma rəhmətimə gəldikdə isə o hər bir şey əhatə eləyib. Bir dənə bu nöqtəyə istəyirəm işarə eləyək ki, ayələrdə ki qeyd olunur, istədiyimə əzabı dadızdıraram və yaxud da başqa ayələrdə biz görürük ki, Allah-u Teala buyurur ki, istədiyimi hidayət eləyərəm, istədiyimi zəlalətə göndərərəm. Buradan məqsəd görəsən nədir? Bəzən elə başa düşülür ki, heç bir hikmət olmadan, heç bir məqsəd olmadan Allah Taala bunu hidayət eləyir, digərini zəlalətə göndərir. Amma əsl həqiqətdə işin mahiyyəti bundan ibarət deyil. Çünki biz bu istəməklə olan ayələr ki, şaə feilindəndir, məşiyyət ayələri adlanır bu ayələr. Biz bunu bilməliyik ki, Allahın məşiyyət ayələrinin hamısı onun hikmətinə söykənir. Xülasələşdirsək məsələni, Allah Taala bəndənin ləyaqətinə əsasən o ilə rəftar eləyir. Əgər bəndənin ləyaqəti varsa, onu hidayət eləyir. Belə deyək də, bəndə bir addım qabağa gəlirsə, Allah 10 addım qabağa gəlir. Yox, bəndə hər cür dəvətlərə rəğmən üz çevirib gedirsə, Allah Taala onu zəlalətə göndərir. Bu məsələ də bu cürdür. Allah istədiyinə əzabı dadızdırar. Bunun içində Allahın qüdrətinə də işarə var. Yəni, istər Fironlar olsun, istər Nəmrudlar olsun, böyük güc, qüdrət sahibi hesab olunan şəxslər olsun, onlara Allahın əzabının dadızdırmağında heç bir müşkül yoxdur. Bu, Allahın qüdrəti çərçivəsindədir. Məsələ budur ki, Allah istədiyinə əzabı dadızdırardan məqsəd budur ki, o şəxsin özü, tərəfin özü buna layiqdir. Allah ona əzabı dadızdırır. Yəni, demək istəyirəm ki, bu məşiyyət ayələri hikmət əsasındadır. Qaldı ki, rəhmət hissəsində Allah Taala buyurur ki, və rəhməti vəsiət kullə şey. Rəhmətimə gəldikdə isə rəhmətim hər bir şeyi əhatə eləyib. Nə varsa ilahi rəhmətdəndir. Nə varsa ilahi rəhmətdəndir. Biz Zümər surəsinin 53-55-ci ayələrinə müraciət eləyəndə bunun şahidi oluruq ki, Allah Taala'nın rəhməti o qədər genişdir ki, bütün günahlar onun müqabilində acizdir. Mən istəyirəm o ayəyə müraciət eləyək. O ayənin barəsində müfəssirlərin maraqlı nöqtələri var. Belə deyək, adətən biz o ayələrin təfsirinə müraciət eləyəndə, o incəlikləri, o nöqtələri görəndə ayələrdə olan şirinlikləri bəli hiss edir. İstəyirəm ki, bizi izləyənlər də o ayələrdə olan incəliklərin, müfəssirlərin, təfsir alimlərinin gətirdikləri incəliklərə onlar da diqqət eləsinlər və belə deyək də Allahın rəhmətinin nə qədər geniş olduğunu bir daha şahid olaq. Biz baxıb görürük ki, Quran-ı Kərimdə Zümər surəsindəki qeyd elədiyimiz ayə bu formada başlayır. Qul ya ibadiyəl-ləzīnə asrafu alə anfusihim. Dey, ya Peyğəmbər, ey özlərinə qarşı həddi aşan mənim bəndələrim. La təqnatu min rəhmətillah. Allahın rəhmətindən ümidsiz olmayın. Mən istəyirəm, burada bir neçə nöqtəni qeyd edeyim. Birinci, biz baxıb görürük ki, Allah-u Teala ya ibadiyə kəlməsi ilə başlayır.
ey mənim bəndələrim deyir. Məsələn, deyə bilərdi ki, əyyuhənnas, ey insanlar, ya əyyuhəl muslimun, ey müsəlmanlar. Bunlar nisbətən, belə deyək də, soyuq təbirlərdir. Amma ey mənim bəndəm, ya ey mənim bəndələrim, bunlar da Cəmlikdə, cəm bir yerdə. Bəli, həm də bunlarda bir istilik var, bir lütf var, bir xüsusi mərhəmət var ibarənin özündə. Ardınca biz baxıb görürük ki, Allah Taala demir, zülm eləyən bəndələrim, cinayətkar bəndələrim, günahkar bəndələrim. Deyir, israf kəlməsi işlədir ayədə Allah-u Teala, həddi aşanlar. Bunun özü də bir dənə lətafətli kəlmədir, çox incə bir kəlmədir o zülmə nisbətdə. Ardınca baxıb görürük ki, alə anfusihim, özlərinə qarşı həddi aşanlar. Bizdə belə bir təbir var, məsələn, bir dənə valideyn məhəbbətdən dolayı da öz övladını danlayanda deyir ki, bütün bu elədiklərim var, bunların hamısını özvə eləyirsən, bir özvə yazığın gəlsin. Allah Taala da deyir ki, özlərinə qarşı həddi aşanlar, siz bu zülmləri eləyirsiniz, bu günahı eləyirsiniz, bunu özünüzə eləyirsiniz. Bir düşünün, özünüzə yazığınız gəlsin. Belə deyək, bu ibarələrin içində hamısında bir məhəbbət var, bir lütf-i ilahi var. Ardınca buyurur ki, la təqnatu min rəhmətillah. Allahın rəhmətindən ümidsiz olmayın. İnnallaha yağfiru zunubə cəmiə. Həqiqətən Allah bütün günahları bağışlayar. Baxıb görürük ki, zunub kəlməsi cəmdədir. Əliflamdan işlənir, yəni əz-zunub. Yəni tamamilə bütün günahlar nəzərdə tutulur. Dalınca da təkid ünvanında cəmiən də gəlir. Yəni daha bir günah qalmaz ki, Allah onu bağışlamasın. Biz bu ayəyə baxanda görürük ki, Zümər surəsində olan bu ayə həqiqətən çox ümidverici. Demək olar, Quran-ı Kərimin ən ümidverici ayəsi hesab olunur. Bu barədə Mövla-i Müttəqiyyan Əmir əl-Müminin Əli əleyhissalamın bir hədisi var. Mövla buyurur ki, Quran-ı Kərimin həmən bu Zümər surəsinin bu ayəsi ki var, ya ibadiyyəl-ləzinə əsrəfu alə ənfusihim, bu ayəsindən daha ümidverici bir ayə yoxdur Quran-ı Kərimdə. Əlbəttə, Mövlanın bu sözü də əsassız deyil. Dediyimiz incəliklər, dediyimiz mətləblər ki var bu ayədə, Allah Taala'nın xüsusi xitabı və o xitabın içərisində xüsusi seçilmiş ibarələr bir daha onu göstərir ki, həqiqətən bu ayə doğrudan da Quran-ı Kərimin ən ümidverici ayəsidir. Təşəkkür edirəm Kərbəlayı, Allah razı olsun. İnşallah ikinci sualımız. Bildiyimiz kimi Allahın rəhmətinə əsasən bütün günahlar bağışlanır. Yəni bunu hər kəs bilir də, bu günahkar bəndə əlini açsa Allahın dərgahına, rəhmətindən istəsə, inşallah ki, Allah onun günahlarını bağışlayır. Belə bir sual çıxır ortaya ki, şirk də buna aiddir, yəni bu bağışlanmağa aiddir, yəni bunun barədə bizə məlumat verirsiniz, zəhmət olmasa. Çox yerində qeyd olunmuş bir sualdır. Belə ki, biz Quran-ı Kərimin Nisa surəsinə müraciət edəndə görürük ki, Allah Taala buyurur ki, İnnallaha la yaghfiru an yushraka bih. Həqiqətən Allah ona şərik qoşmağı bağışlamaz. Bu yerində verilmiş sualdır. Çünki Quran-ı Kərimin bir hissəsində baxıb görürük ki, rəhməti hər bir şeyi əhatə edib və bütün günahların bağışlanmağından danışılır. Digər tərəfdə isə biz görürük ki, Allah buyurur ki, şirk olarsa bağışlamaram. Yəni, mənə şərik qoşularsa, həmən günahı bağışlamaram. Bunu necə cəm eləyə bilərik? Burada zahir təzad görsənsə də, əsl həqiqətdə burada heç bir təzad yoxdur. Bunun cəm olmasından ötürü qısa şəkildə bunu deyə bilərik ki, bəli, şirk böyük günahdır. Allaha şərik qoşmaq bu günahların içərisində demək olar ən böyücüdür. Amma bir insan gəlib tövbə eləyərsə, bir insan gəlib yolunu dəyişərsə, üzünü Allaha tərəf tutarsa, Allah onun o günahını da bağışlayar. Çünki sədr-i İslama biz baxanda, yəni İslamın ilkin dövrünə biz nəzər salanda görürük ki, bir çox səhabələr olublar, bir çox insanlar olublar ki, əvvəlləri müşrik olub, bəli, şirk əhli olublar, amma İslam dini gələndən sonra, Peyğəmbər sallavatullahın beysədindən sonra bunlar Peyğəmbər sallavatullaha iman gətiriblər və gəliblər, müsəlman olublar və İslam tarixinin ən mötəbər insanlarına çevriliblər.
bağışlanılabilir. Və bununla da biz başa düşürük ki, şirk də bağışlanar, yetər ki, orada tövbə olsun, Allaha qayıdış olsun. Təşəkkür edirik inşallah. Üçüncü sualımız, günahların bağışlanmasında əməllər şərtdirmi? Hər hansı bir günah ediriksə, bağışlanmasında əməl şərtdirmi? Bəli, bu da diqqət olunması məsələlərdəndir. Bəzən rəhmət-i ilahidən danışılır, Allahın rəhmətindən geniş formada danışılır, amma bu nöqtəyə az işarə olunur ki, burada əsas məsələ əməl məsələsidir. Ümumiyyətlə, bağışlanma deyildikdə nə nəzərdə tutulur? Hər şeydən qabaq gərək bu biraz incələnsin. Bu barədə Ağa rəhbərin maraqlı bir bəhsi var. Ağa rəhbərin maraqlı bir yanaşması var. Xülasə şəkildə istəyirəm ona işarə eləyəm. Biz gündəlik həyatımızda bağışlanma, güzəşt mövzusu ilə demək olar tez-tez qarşılaşırıq. Məsələn, biri digərinin haqqını tapdalayanda, haqqında qəsb eləyəndə deyir ona ki, bağışla. Qarşı tərəfdə indi şirin dilinə, ya üzünü turşudaraq, müxtəlif bir formada ona cavab verir, deyir ki, bağışladım səni. Və yaxud da bir dənə səhvən bir cinayət baş verib, bir müddət keçəndən sonra məlum olur ki, bu, məsələn, canlı ki, tutulub, bu əsl həqiqətdə səhvən tutulub. İndi işdən keçəndən sonra gəlir, deyir ki, bağışla. O da indi hər bir halda deyir ki, bağışladım. Biz bağışlanma anlayışını gündəlik həyatımızda bu cür başa düşmüşük. Amma Allahın bağışlanması görürsən bu cürdür. Yəni bir nəfər gələm bir ömür Allahın hədlərini aşar. Belə deyək, da qalmayan günah işlədə, sonra da gələ deyək ki, Allah bağışla. Və yaxud da bir damızda göz yaşı tökə, deyək ki, day Allah bağışla, mən gəlmişəm. İş işdən keçən. Məsələ budur ki, Allahın bağışlanma məsələsi tam bu cür deyil. Bir adam günah eləyirsə, bunu bilməlidir ki, o günahın təsiri var. Əvvəlcə bir dənə istəyirəm misal vurum bizim cismimizdən. Məsələn, bizim cismimiz kəsilərsə, məsələn, əlimiz, ayağımız kəsilərsə, bunun sağalmasından ötürü zamana ehtiyac var. Bunun sağalmasından ötürü məlhəmə ehtiyac var, dərmana ehtiyac var. Vitamin qəbul olunmalıdır. Müəyyən prosedur var ki, o keçirilməlidir. Ondan sonra sağalma prosesi başa çatmalıdır. Yəni, ta ki o kəsilən yer sağalsın, dəri altında yeni hüceyrələr əmələ gəlsin, o yaranın üstü bağlansın. Günah da ruhu zədələyir. Günah ona bənzəyir. Ruhu kəsir, yaralayır. Bir dənə bağışlanma deməklə məsələ həll olmur. Bəzən biz günahların sayını artırırıq, amma hərəsinin yanında bir dənə əstəğfirullah deyib keçirik. Və nəticədə ruhumuz yaralı bir dənə ruha çevrilir. Bizim ruhumuzun bir dənə hədəfi var, təkamülə doğru addımlamalıdır, irəliləməlidir, addımlaya bilmir. Niyə? Çünki yaralıdır, bu sağalmayıb. Bunun sağalmağından ötürü tək dildəki istiğfar kifayət eləmir. Mühümdür ki, əməl olsun. Məsələn, biz bura gəlmək istəyəndə maşınımız xarab olsa, bura geciksək, oturub desək ki, sadəcə olaraq bizi bağışlayın, məsələ həll olmayacaq. Məsələnin həlli budur ki, bizim maşınımız düzəlibsə, dayanmadan, istirahət eləmədən, sürəti artırmaqla hədəfə yetişməliyik. Yəni, cəhd eləmək. Bəli, o anda hədəfə yetişməkdən ötürü biz sürəti artırmasaq, yerimizdə oturub elə bağışlanma desək, hədəfə çatmayacaq. Bizim ruhumuzda bir hədəfə doğru istiqamətlənib. Mütləqdir ki, o hədəfə doğru istiqamətçi alıb, hərəkətdə olsun. Əgər nə vaxtsa günah eləyiriksə, bilək ki, biz sürətimizi azaltmışıq və yaxud da dayanmışıq. Bu sürəti bərpa eləməkdən ötürü tək dil istiğfarı kifayət eləmir. Gərək sürəti artıraq. Əli əleyhissalamın istiğfar, tövbə barəsində olan məşhur hədisində deyildiyi kimi, əməl şərtdir. Məsələn, biz nə qədər günahın ləzzətini bədənimizə dadızdırmışıqsa, bir o qədər də ibadətin acılığını, çətinliyini bədənimizə dadızdırmalıyıq ki, həqiqi tövbə gerçəkləşsin. Biz baxıb görürük ki, Mövla-i Müttəqiyyan da əmələ işarə edir. Bəli, Allah Teala bütün günahları bağışlayır. Amma şərti budur ki, əməllə. Əməl olmazsa, fəqət dildə istiğfar olarsa, insan o lazım olan hədəfə yetişməkdə çətinlik çəkəcək. Əməl məsələsinə elə Zümər surəsinin həmən ayələrini ki, biz oxuduq, onun ardında Allah-u Teala da toxunur. Ayənin ardında Allah Teala buyurur ki: "Və anibu ila rabbikum və əslimu lehu." Rəbbinizə doğru qayıdın, inabə, yəni tövbə eləyin, qayıdın və ona təslim olun.
həm inabə, həm təslimiyyət əməllə bağlı bir məsələdir. Yəni, əgər biz günahlarımızın bağışlanmağını istəyiriksə, gərək yolumuzu dəyişək, Allahın yoluna qaydaq və Allahın bütün əmrlərinin müqabilində təslim olaq. Allah bu işi vacib eləyibsə, əməl eləyək. Bu işi haram eləyibsə, gərək çəkinək. Fəqət istiğfarla məsələ düzəlmir. Gərək bu əməl o istiğfarla yanaşı olsun. Çox sağ olun Hacı, var olun. Təklifimizi qəbul etdiniz, verilişimizdə iştirak elədiniz. Allah Mən sizə təşəkkür edirəm, çox sağ olun. İnşallah gələn verilişdə görüşmək ümidi ilə Allaha əmanət olun. شهر رمضان Ey nigar bezmi vehdette dide giryan gelmişem. Mah-ı gıfrandır günahımdan peşiman gelmişem. Çok çetin günler geçir sensiz, bu yorgundur bendim. Poşte serda koymuşam vəhşətli duhan gelmişem. Sen veren pakize ruh öldürüp defn etmişem. Desti hali ber şikəstə qərq üsyan gelmişem. Görmüşəm öz çöhrəmi ayini irfanidən. Qorxmuşam vəhşətli çöhrəmdən hər asam gəlmişəm. Ya Reca'el xayfin, mən öz əlimdən qaçmışam. Sındırıb nur-i Qur'an qufli zindan gəlmişəm. İğfir lana ya İrham lana ya Allah. Allah Allah ya Allah. Allah Allah ya